Aleykümselam və rəhmətullahi və bərəkətuhu. Ümumi olaraq hədislərdə gəlir ki, xəsiyyətləri uyğun olan iki ruh bir-biri ilə evlənərsə, onların ailəsi davam edər. Ailənin davam etməsi üçün də bir neçə səbəb vardır. Onlara diqqət etmək lazımdır. İlk öncə odur ki, insan qurduğu ailəni İslam üzərində qurmalıdır, din üzərində qurmalıdır. Yəni, seçdiyi zaman seçdiyi insanı iki nəfər də, istəyir qadın olsun, istəyir kişi olsun, dininə görə seçməlidir. Əgər dininə görə seçərsə, digər şeylər asanlaşar. Gözəllikdir, mal dövlətdir. Bunlar Allahın izni ilə hamısı öz axarına düşər. Bəzən insanın zahiri gözəlliyi nə qədər gözəl olursa olsun, onun xasiyyəti bəzən insanın gözündə onu çirkin bir insana çevirir və bəzən də insanın nə qədər zahiri görünüşü cazibədar, gözəl olmasa belə onun xasiyyəti həmən ki insanı digər insanlar içərisində gözəl bir insana çevirir. Ona görə xasiyyət məsələsi mühümdür. Əsas gözəllik deyil. Bu birinci məsələ. Yəni, insan seçdiyi zaman dininə görə seçməlidir və Allahın izni kim dininə görə seçərsə, xoşbəxt olanlardan olar. Və yəni, elə birini seçməlidir ki, yəni, bir-birləri ilə yardımlaşsınlar. Məsələn, baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah-u Teala o kişiyə rəhm etsin ki, gecə namazına durar və həyat yoldaşını da qaldırar, əgər durmasa onun üzünə su çiləyər. Və həmçində Allah-u Teala o qadına rəhm etsin ki, gecə namazına durar və öz həyat yoldaşını da qaldırar, əgər durmasa onun üzünə onun üzünə su çiləyər və onun da gecə namazına qalxmasına yardım edər. Elə bir ki, bir-birlərinə əl-ələ tutaraq cənnətə getmələrinə yardım edirlər. Və məsələlərdən ikincisi odur ki, insanın gözəl əxlaqlı olması, evdə öz ailəsi ilə gözəl əxlaqlı olması, onlarla gözəl rəftar etməsi. Baxırsınız ki, bəzi insanlar çöldə, qapıdan çöldə gözəl əxlaqlıdırlar, amma evə daxil olduqları zaman maşallah aslandılar, əjdaha kimi evdə müamilə edirlər. Yəni, ev əhli bircə istəyir ki, bu şəxs evdən çıxsın, geçsin, ev əhli rahat olsun. Bu, belə deyil. İslam əxlaqı, baxın, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına, zövcəsi ilə olan müamiləsinə, öz həyat yoldaşına yemək, sümüklü ət yedizdirərdi və onun dişlədiyi yerdən özü dişləyərdi ki, bilərdi ki, bu Ayşəni sevindirir və həmçinin Ayşəni belə gözəl bir şəkildə çağırardı. Adı Ayşəyə deyərdi ki, ya Ayş, ey Ayş, yəni çağırma üslubunda belə onu gözəl bir şəkildə çağırardı. Bilərdi ki, bu onu sevindirir. Fikir verin. Və baxardı Peyğəmbər, baxın, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm döyüşə, cihada getdiyi zaman ordunu önə buraxır, özü isə sonda Ayşə radiyallahu anhə ilə ordunun arxasında qalır. Ordu bir müddət uzaqlaşdıqdan sonra deyir ki, ey Ayşə, gəl yarışaq. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm 50-dən yuxarı yaş və Ayşə radiyallahu anhə isə 15, 20, 18 yaş arası təxminən, bəlkə də daha aşağı və arıq bir qadın Peyğəmbər s.ə.və qalib gəlir. Və həmən ki, yarış illər sonra Mədinədə xurmalıqda olur və bu zaman Peyğəmbər s.ə.v qalib gəlirdi ki, ey Ayşə, bu o zaman məni udmuşdun, onun əvəzidir. Baxın necə gözəl bir-birləri ilə müamilə var. Və üçüncü səbəblərdən odur ki, ailənin davam etməsi üçün insanın evlilik həyatında bir gözünün yumulu olmasıdır. Yəni, hər şeyə diqqət etməməsidir. Yəni, çox məsələlərin insanın üzərindən keçməlidir. Yəni, burada dünyəvi məsələlər gedir. Söhbət yoxdur ki, dini məsələlərdə yox. Əgər kişi, qadın geyinib, bəzənib, açıq-saçıq geyinmək, yola çıxmaq istəyirsə, evi tərk etmək, yəni küçəyə çıxmaq istəyirsə, bu zaman şübhə yoxdur ki, kişi buna göz yummamalıdır. Bu məsələlərdə yox. Amma ümumi olaraq, məsələn, evə gəlinir, yemək hazır deyil və yaxud da ki, paltar yuyulmayıb və yaxud da ki, ev təmizlənməyib. Bu məsələlərə bəzən insan gözünü yummalıdır ki, həyat davam etsin. Çünki əgər insan dünyəvi məsələlərdə göz yummasa, vallahi ki, onun üçün məşəqqət olar, çətin olar, ikisi üçün də həyat bezdirici olur. Ona görə insanın bir gözü daim örtülü, bağlı olmalıdır evlilik həyatında. Və bu məsələlərə, sizin dediyiniz məsələlərə gəldikdə isə evdə, yəni bu cür insan bəzən olur ki,
belə şeylərə də diqqət edir, amma yenə də evdə söz-söhbət olur. Və bəzən insan, yəni bu məsələləri niyə görə öncədən gətirdim ki, yəni insan öz xətasını bilsin ki, bəzən ola bilsin ki, bu xətalara yol verilir və daim insan öz haqqını tələb edir. Bu olmalıdır, mütləq bu olmalıdır, bu olmalıdır. Mümkün deyil ki, insan yəni üzərinə düşdüyü hər bir şeyi dəqiqliyi ilə yerinə yetirsin. İnsan bunda acizdir. Ona görə istər kişi olsun, istər qadın olsun, bu məsələlərdə bir-birlərinə güzəşt getməlidirlər. Hətta öz haqlarından keçmək olsa belə insanlar bu məsələlərdən bir-birlərinə güzəşt etməlidirlər. Yəni insan ilk öncə bunlara diqqət yetirsin. Əgər bunlara diqqət yetirməyibsə, indən sonra bunlara diqqət yetirərək ailəni davam etdirsin. Amma yox, yenə də böyle şeylər olubsa, yenə də problemlər varsa, bu zaman nə edilməlidir? İlk öncə sığınacaq yer Allah Teala'dır. Yəni Rəbbə dua edilməlidir. Kim Allaha dua edərsə, Allahı çağırarsa, Allah Teala ona yaxındır. Dua edənin duasını qəbul edər. O ki qaldı sehir olub, cadu olub, belə şeylər olub. Yəni əgər insan dini üzərində sabit olarsa, namazlarında və həmçinin səhər axşam zikirlərində ona olunan sehirdir, cadudur, ona heç bir şey, heç bir zərər yetirə bilməz. Yəni Allah-u Teala bu barədə Quran-Kərimdə buyurur ki, Allahın izni olmadan heç nə edə bilməzlər. Ona görə insan ilk öncə belə şeylər ağlına gəlməməlidir ki, nəsə sehir, cadu olub, nə olub deyənə. Ona görə bu məsələ ilk öncə insan öz ağlından çıxarmalıdır, düşünməlidir ki, əgər namaz qılınırsa, evdə zikir olunursa, Quran oxunursa, onlara Allahın izni ilə, Allahın izni olmadan heç bir zərər toxuna bilməz. O ki qaldı insanın baxıcıya getməsi, kitab açdırması, cadükərə getməsi, belə şeylər etməsi, bu insanın özünü biraz da bataqlığa salmasıdır. Çünki onlar elə bir şey edirlər ki, təzəldən özlərinə bağlı olasız deyən. Əvvəl evdə heç nə yox idi, onları gətirirlər və onlar gətirdikləri zaman özləri həmənki evə sehir edir. Özləri həmənki evə nəsə bir şey atırlar, nəsə bir şey qoyurlar və sonra sizin onlara təzəldən müraciət etmənizi istəyirlər və sonra özləri qoyduqları şeyi çıxardırlar. Yəni bu qədər, nə qədər yəni gizli kameraya düşmüş videolar var ortalıqda, dəlillər var, sübutlar. Ona görə onlara getmək icazəli deyil. İlk öncə şəriətə görə. Yəni kim onlara hətta ora gedənin yanında getsə belə onun 40 gün namazı qəbul olunmur. Allah qorusun. 40 gün namazı qəbul olunmur. İndi siz fikir verin ki, ona inanan və onun dediklərini edənin halı necədir? Əgər kimsə belə bir şey etmişsə, tövbə etsin və elə bir insanlara heç vaxt müraciət etməsin. Onlar həqiqətən də şər insanlardılar və şərləri evinizə salmayın və onlarla məşğul olan insanlarla yaxınlıq etməyin və elə işlərlə məşğul olan insanların evlərinə getməyin və həmçində o insanları öz evlərinizə buraxmayın, onlarla yaxınlıq etməyin, onlarla yoldaşlıq etməyin. Allah qorusun, onların şəri, onların fitnəsi sizə də toxuna bilər. Ən gözəli ondan uzaq olmaqdır. Və əgər evdə hər hansı bir problem varsa, ola bilsin ki, nəsə problem, sıxıntı var. Bunun da ən gözəl müalicəsi Qur'andır. Qur'anla rüqiyyə olunmasıdır. İnsanın ən gözəl öz-özünü rüqiyyə etməsidir. Baxın, Peyğəmbər s.ə.v də Yahudi bir qadın sehr etmişdi və Peyğəmbər s.ə.v gündən-günə geri gedirdi və öz-özünü rüqiyyə etdi, öz-özünü müalicə etdi. Və bu da ən gözəl üslublardan biridir ki, insanın əlini açması, ora dil ucu, yüngül, tüpürcəkli bir şəkildə üfürməsi və sonra Qul huvallah, Fələq, Nəs surələrini oxuması, bütün bədəninə sürtməsi, övrət yeri və ayağının altı istisna olmaqla. Yəni bu insanın bu şəkildə özünü rüqiyyə etməsi Allahın izinə ən gözəl variantlardan biridir. Ona görə insanın Allahı qoyub da başqalarına yönələrsə, Allah-u Teala ona olan yardımını kəsər. Allah qorusun. Allahdan başqa da bizə kimin yardımı çata bilər ki? Ona görə kim belə bir əməl etmişsə tövbə etsin, geri dönsün. O bu əməllərdən uzaq olsun və ola bilsin ki, onun başına yenə bu müsibət, onun ailəsinin dağılması və yaxud da ki, onun üçün daha xeyirlidir gələcək üçün, özü üçün, evladları üçün və həmçində yoldaşı üçün bilmirik. Allah Teala Quran-Kərimdə buyurur ki,
Bəzən sizin üçün zərər bildiyiniz şeydə sizin üçün xeyir vardır və bəzən də xeyir bildiyiniz şeydə sizin üçün zərər vardır. Yəni insan bunu bilmir. O qədər insanlar olub ki, onlar nə qədər çalışıblar ailəsi dağılmasın. Ailədə nə qədər əziyyətlərə məruz qalıblar, döyülməkdir, söyülməkdir, evdən atılmaqdır və bunun kimi digər şeylərə məruz qalıblar ki, onlar bircə ailələri dağılmasın və dinini yaşaya bilsin və baxırsınız ki, nə qədər çalışsa da subhanallah heç nə əldə edə bilməyib, nail ola bilməyib və ayrılıb və sonra Allah Teala onun üçün elə bir həyat nəsib edib ki, yəni subhanallah həm dünyasını, həm axirətini yaşaya bilir, həm evladlarının gözəl tərbiyəsi, əxlaqı ilə məşğul ola bilir və yəni subhanallah baxırdıq ki, biz xeyri ailənin dağılmamasında görürdük, amma baxırdıq ki, amma xeyir əslində ailənin dağılmasındadır, bilmirik. İnsan nə üçün evlənir? İnsan evlənməyindəki məqsəd xoşbəxt olmasıdır və bəzən də elə olur ki, insan ayrılır nə üçün? Xoşbəxt olmaq üçün. Ona görə biz bilmirik. İlk gündə Allahdan xeyirli olan istəyək ki, Allahım, əgər bu evlilik bizim üçün xeyirlidirsə, bunu davam elətdir. Əgər bu evlilik bizim üçün şərdirsə, dünya və axirətimiz üçün bu evliliyi xeyirli bir şəkildə sona çatdır deyə insan duada edə bilər. Yenə də düzünü Allah bilir. Allahdan istəyirik ki, Allah Teala hər bir ailədə olan sıxıntılığı gözəl bir şəkildə həll etsin və bu bəzən də elə olur ki, insanın başına gələn bu müsibətlər səbəbilə insan hidayətə gəlir. O qədər tanıdığımız insanlar var ki, onlar, yəni subhanallah, hidayətdə idilər, sadəcə namazda idilər, amma bu ailə problemlərinə görə onlar hicaba keçdilər. Bu ailə problemlərinə görə onlar dinə qayıtdılar. Ailə problemlərinə görə elmə sarıldılar. Ailə problemlərinə görə, subhanallah, yəni Allaha daha yaxın oldular. Amma bundan öncə rahatlıq vaxtında belə elmin ləzzətini, dinin şirinliyini, ibadətin həzzini almırdılar. Ancaq bu problemlərdən sonra, yəni subhanallah, onlar artıq imanda, ibadətdə, itaətdə, Allaha olan yaxınlıqda hansı dərəcəyə çatdılar. Baxırsınız ki, insana gələn bəzən bu müsibət bir tərəfdən şər görünsə də, amma digər tərəfdən insan üçün nə qədər xeyirlər vardır. Ona görə Allahdan istəyirik ki, Allah Teala sabitlik nəsib etsin, dinin üzərində sabit qalmağı nəsib etsin və aləmimizlə birlikdə özünə gözəl bir şəkildə ibadət etməyi nəsib etsin və evladlarımızı razı qaldığı şəkildə tərbiyə etməyi və ona ibadət edən bir evladlar şəklində evladlar kimi tərbiyə etməyi Allah bizə müvəffəqiyyət versin. Aləmizə hüzün, xeyir, bərəkət nəsib etsin, mehribançılıq nəsib etsin və xüsusən də Rəbbimizə ibadət üçün bir-birimizə yardımlaşmağı nəsib etsin. Əmin. Selamun Aleyküm və Rəhmətullahi və Bərəkətuhu.